Bugün sənə elə bir canlıdan danışacağam ki, bizim evdəki o tənbəl qardaşımız onun yanında bildiyin əmək qəhrəmanı sayılar. Ay qardaş, təsəvvür elə, gündə düz 20 saat yatır. Qalan 4 saatda sadəcə yarpaq çeynəyir. Nə kommunal pulu dərdi var, nə iş gücü dərdi var, nə də qohum əqrəbə söhbəti. Bildiyin dünya vecinə deyil. İlk baxışda elə bir oyuncaqdır. Balaca burnu, yumru qulaqları, sakit baxışları var. Amma bu şirin görünən heyvan həyatı düşündüyündən qat-qat qəribədir. Yediyi yemək belə çox heyvan üçün zəhərlidir. Bəli qardaşım, bugünkü mövzumuz koaladır. Yəni insanların kisəli ayı dediyi məşhur heyvan. Bu arada videonu bəyənib kanala abunə oldunsa başlayaq. Bax, insanların çoxu düşünür ki, koala ayıdır. Çünki görünüşü biraz oyuncaq ayını xatırladır. Amma gəlin reallığı danışaq. Onlar marsupial deyilən kisəli heyvanlar qrupuna aiddir. Yəni kenqurular kimi balalarını qarın hissəsindəki kisədə böyüdürlər. Koalanın elmi adı da maraqlıdır ha. Koala sözü qədim Avstraliya dillərindən gəlir və təxminən su içməyə mənasını verir. İndi deyəcəksən ki, necə yəni su içmir? Bizim rayondakı qoyun-quzu kimi bu heyvan susamır. Əslində çox az içirlər qardaşım. Çünki lazım olan suyun böyük hissəsini yedikləri evkalipt yarpaqlarından alırlar. Yəni koalalar həm yeyir, həm də su ehtiyacını oradaca həll edir. Qısacası bu heyvanın bütün həyatı ağac, yarpaq və yatmaqdan ibarətdir. Koalalar əsasən Avstraliya ərazisində yaşayırlar. Xüsusilə ölkənin şərq hissəsindəki meşələrdə rast gəlinirlər. Ən çox evkalipt ağaclarının olduğu yerlərdə məskən salırlar. Çünki bayaq dediyimiz kimi onların yeganə menüsü məhz bu yarpaqlardır. İndi təsəvvür elə, bir heyvan ömrü boyu demək olar ki, eyni yeməyi yeyir. Həm də elə bir yarpaq ki, digər canlılar üçün bildiyin zəhərdir. Evkalipt yarpaqları həm az kalorilidir, həm də daxilindəki kimyəvi maddələrə görə təhlükəli sayılır. Amma koalaların bədəni buna xüsusi uyğunlaşıb. Onların elə bir həzm sistemi var ki, bağırsaqları o qədər uzundur ki, yarpaqlardakı bütün zərərli maddələri neytrallaşdırıb parçalaya bilir. Amma bunun da bir mənfi tərəfi var. Bu yarpaqlar heyvana çox az enerji verir. Məhz buna görə koalalar həddindən artıq tənbəl görünür. Çünki bədəndə enerji yoxdur. Enerji itirməmək üçün məcburdurlar ki, günün böyük hissəsini patolika baxıb yatsınlar. Bax, dünyanın ən rahat, ən stres-free həyat yaşayan heyvanlarından biri yəqin ki, koaladır. Təsəvvür elə, yemək hazırdır, ayağına gəlir. Ağacdan düşməyə ehtiyac yoxdur. Yırtıcılardan əsasən yuxarıda qorunursan. Sonra uzanıb yatırsan. Koalalar bəzən gündə 18-20 saat yatır. Düzünü desəm, bizim bəzi insanlar bazar günü belə bu qədər rahat yata bilmir. Ya qonşudan gələn drill səsi mane olur, ya da ki, evdəkilərin səs-küyü. Amma koalada o problem də yoxdur. Məsələ budur ki, koalalar bunu keyfdən və ya bekarçılıqdan etmir. Sadəcə bədənləri çox ciddi şəkildə enerjiyə qənaət rejimində işləyir. Onlar yavaş hərəkət edir, az yer dəyişirlər və əsasən sakit həyat yaşayırlar. Bəzən isə ağacın üstündə elə qəribə və yataq vəziyyətində qalırlar ki, adam baxanda qorxur ki, indicə yıxılıb yerlə yeksan olacaq. Amma yox qardaş, onlar ağacda yaşamaq çox peşəkar səviyyədə uyğunlaşıblar. Əllərində və ayaqlarında çox güclü caynaqlar var. Bu caynaqlar ağac budaqlarından kley kimi yapışmağa kömək edir. Hətta balaca koalalar da anasının kürəyindən elə möhkəm yapışır ki, ana ağacdan ağaca tullansa belə yerindən tərpənmir. Qardaşlar, koalaların balaları doğrudan da inanılmaz dərəcədə balaca olur. Demək olar ki, bir noxud dənəsi boyda. İndi düşün, bir gün dünyanın ən məşhur, ən populyar heyvanlarından birinə çevriləcək canlı ilk doğulanda balaca, çəhrayı və köməksiz bir şey kimi görünür. Balaca koala doğulandan sonra dərhal instinktiv olaraq anasının kisəsinə keçir və aylarla orada yaşayır. Orada südlə bəslənir, böyüyür, inkişaf edir və xarici aləmin təhlükələrindən qorunur. Bir müddət sonra isə yavaş-yavaş kisədən çıxmağa başlayır. Əvvəl başını çıxarıb ətrafa baxır, sonra isə tamamilə çıxıb anasının kürəyinə minir. Bax, internetdə insanların ən çox sevdiyi, baxıb ərdiyi görüntülərdən biri də budur. Ana koala ağacda gəzir, balası isə onun kürəyində sığınıb maraqla ətrafı izləyir. Amma təbiətdə həyat həmişə belə şirin və rahat deyil qardaşım. Çünki balaca koalalar çox həssas olur. Həm müxtəlif xəstəliklər, həm də iqlim dəyişiklikləri onların həyatına ciddi təsir edir. İndi isə gələk bəlkə də çoxunuzun ilk dəfə eşidəcəyi ən qəribə faktlara.
Birincisi, koalaların barmaq izləri insan barmaq izlərinə o qədər bənzəyir ki, hətta bəzi laboratoriyalarda cinayət yerində koala və insan barmaq izini bir-birindən ayırmaqda çətinlik çəkirlər. Yəni bildiyin bunların barmaq izi bizimlə eynidir. İkincisi, koalalar kənardan həmişə belə fağır, sakit və tatar oğlu kimi görünürlər. Amma əsəbləşəndə və ya erkək koalalar ərazi davasını edəndə elə qəribə, xırıltı və qorxulu səslər çıxarırlar ki, internetdə səslərinə baxsanız görərsiniz ki, balaca şirin ayı yox, elə bir içindən kiçik bir canavar çıxır. Düzünü desəm, adam eşidəndə diksinir. Üçüncüsü, bu heyvanlar yemək mövzusunda həddindən artıq kaprizlidir. Hər evkalipt yarpağını bəyənib yemirlər. Minlərlə ağacın içindən burunları ilə qoxulayaraq ən keyfiyyətli, ən təzə yarpaqları seçirlər. Yəni bildiyiniz restoran tənqidçisi və yemək ekspertidirlər. Düzünü desəm, bunun səbəbini anlamaq çətin deyil. Onların sifət quruluşu eyni ilə oyuncaq kimidir. Hərəkətləri astadır, adamı yormur. Balalar isə həddindən artıq şirin olur. Məhz buna görə koalalar illərdir Avstraliyanın əsas vizit kartına və simvollarından birinə çevrilib. Turistlər bu ölkəyə gedəndə kenqurudan çox koalanı canlı görmək, bəlkə də qucaqlamaq istəyirlər. Amma bax, insanların çoxu işin yalnız bu şirin vizual tərəfini görür. Halbuki onların həyatı vəhşi təbiətdə heç də asan deyil. Yanğınlar, xəstəliklər, ağacların azalması, bütün bunlar koalaların sayını hər il kritik dərəcədə aşağı salır. Və bəlkə də ən paradoksal tərəfi budur ki, dünyanın ən sakit heyvanlarından biri indi birbaşa insanların köməyinə və mühafizəsinə ehtiyac duyur. Və siz necə düşünürsünüz, qardaşlar? Bir gün Avstraliya meşələrində canlı şəkildə koala görmək istəyirdiniz, yoxsa ki, gündə 20 saatı yatan heyvan neyinirəm? Mən şəxsən görmək istərdim, amma uzaqdan baxmaq və çox da toxunmamaq şərti ilə. Çünki bax, bu balaca tüklü canlılar əsəbləşəndə düşündüyünüzdən daha da sərt ola bilir. Qardaşlar, bu arada videonu bəyənib kanala abunə olmağı və rəy yazmağı unutmayın. Şərhlərdə mütləq qeyd edin ki, növbəti dəfə hansı maraqlı heyvanın gizli həyatı haqqında danışaq.